Değerli dostlar, siz deyin, bax bu problemin həllindən ötürü nə qədər məmur həbs eləmək lazımdır? Baxın, bələdiyyələr gedirsən, deyirsən, mənə sənət ver ki, mən burada yaşayıram, bülleten lazımdır, arayış lazımdır. Yaz ki, filankəs oğlu həqiqətən də bu ərazidə yaşayır 20 ildir, amma qeydiyyatssız yaşayır. Bu bunun qaz pulu, işıq pulu, su pulu, bələdiyyə vergi pulu deyirlər ki, gedin 4 nəfər adam tapın, notariusda təsdiq olunsun ki, həqiqətən də sən burada yaşayırsan. Deyirsən, sən körsən, sənin nümayəndən gündə gəlib o evin yanından keçir. Vətəndaş zəy vurur ki, deyir, bəs mənim adım Alışov Aqildir, qaz çəkiləndə 15 il, 20 il bundan qabaq müqavilə bağlamışam. Bunların da başına daş düşüb, sənəddə adıma Alışov Aqil yox, Alışov Adil gəlir. İşıqda da Alışov Aqil yox, Abışov Aqil gəlir. Xahiş edirəm, bunu düzəldin. Deyirlər ki, qazın nəzarətçisi gəlməlidir. İşığın nəzarətçisi gəlməlidir. İşığa deyirsən, deyir icra nümayəndəliyi gəlməlidir. İcraya deyirsən, deyir bələdiyyə gəlməlidir. Bu qədər rabitəsizlik var dövlət idarələrində. Heç kimin kitabını oxumur. Heç kimin kitabını oxumur. Bu kimə bağlıdır? Bu kimin kanalındadır? Bu hansı xəttədir? Sənin xəttin xalqın xəttidir. Sənin xalqın hər gün dinlədiyin ölkə rəhbərinin apardığı siyasətə dəstək xəttidir. Dəstək verə bilmirsən, durar dol cəhənnəmə. Qoy yerinə başqasını versinlər. İndi bunu da yıxmaq istəyirlər xalqın boynunu. Xalqın boynuna yıxmaq istəyirlər. Bəlkə də fikirləşirlər ki, 15 il bundan qabaq sotu orada 1000 manat idi, indi olub 15.000. Fikirləşir ki, hərənin orada bir 3 sotu var, 5 sotu var, 50.000. Deyirəm də, Azərbaycanda əksər məmurlar vətəndaşlara neft quyusu kimi baxır. Neft. Əvvəl kim idi bir dəfə mənə sual verir ki, neft hasilatı azalır. Dövlət narahatdır, yoxsa yox. Dedim, yox, narahat deyil. Vətəndaşların cibinə neft quyusu kimi baxır. Baxın, evdən çıxandan gələnə qədər nə qədər cərimə olursunuz. Hərənin cibi bir quyudur. Əvvəl dənizdə quyunu qazırdılar 2000, 3000, 5000 metr. Amma indi cibin dərinliyi nə qədərdir ki? Bu deyil, quyu. Hər vətəndaşın cibi bularsın bir quyudur. Daha sonra əziz dostlar, dəyərli tamaşaçılar, çox xahiş edirəm, yazın, bəyənin, paylaşın. İndi Zaur Mikailov, düz deyir, problemlər var. Zaur Mikailovu mən tənqid etmək istəmirəm. Haqqına deyir də, deyir qardaş, 80-ci illərə qədər nəzərdə tutulmuşdu kanalizasiya. İndi yeni tikilən binalarda, çox mərtəbəli binalarda gəri qoşulur köhnə binaları. Çatdırmır. Və yağış sularında mən bildiyim qədər xüsusi su ötürücüləri olmalıdır. Yağış suların kanalizasiyaya qoşmaq olmaz. Yağış suları yağır, leysan, palçıq, kanalizasiya. Yeri gəlmişkən, əziz dostlar, bir haşiyədəyim. Mən buradan isə deyirəm, biraz ehtiyatlı olun. Hava qızandan sonra bilirsiniz nə qədər xəstəliklər baş qaldıracaq. Şəhər dolmuşdu, kanalizasiya partlamışdı, üfunət götürmüşdü. Bilirsiniz nə qədər xəstəliklər yayılacaq? Daha sonra dünən